Xilafətə qarşı ittifaq yaradılmaları. Ümumiyyətlə Arşakilər sülaləsinin dövründə bu və ya digər dərəcədə Xəzərlərlə münasibətlərdən bəhs olunmur. Tayfa kimi olsa da. Mehranilər sülaləsində bəhs olunsa da, yəni Cavanşirin Xəzərlərlə bağladığı o asıllıq müqaviləsində ərəblərə qarşı mübarizə nəzərdə tutulmurdu. Ona görə B variantı yanlış variantdır. Ərəblərin hücumlarına qarşı mübarizə aparmışdır. Bu variantımız da deməli, əgər fərq olaraq görüləcəksə, bu variantımız düzgün variant olacaq. Nəyə görə? Çünki ərəblər ümumiyyətlə tarix səhnəsinə 7-ci əsrdə çıxıblar. 7-ci əsrdən tez biz ərəbləri görə bilmirik qıraqda. Amma Mehranilər sülaləsi 510-da, yəni 6-cı əsr süquta uğrayıbsa, deməli bu vəziyyət Mehranlərə düşəcək, amma Arşaklərə düşməyəcək. Çünki nəzərə alsaq ki, Mehranilər Sasanilərlə bir yerdə ərəb hücumlarına qarşı 636-da baş vermiş Kadisiya, 637-ci-də baş vermiş Tesfon döyüşlərində mübarizə aparıblar. Ona görə variantın C olduğunu görərik. Paytaxtı yeni şəhərə köçürmüşdür. Mehranilər paytaxt köçürməyib. Bu Arşakilərin Mehranilərdən fərqi olacaq. Sadəcə Arşakilərin dövründə paytaxt olan Bərdə davam edib. İnzibati islahatı əsasən Sasani dövlətinin şimal qüsmuna daxil edilmişdir. Mehranilər demək olar ki, Sasanilər dövlətinin idarəçilik sistemini görə bilmir. Çünki Mehranilər 630-da gəlirlər və Sasanilər 629-da onlara müstəqillik vermişdi və 651-dən Sasanilərin olmadığını nəzərə alsaq, bu Mehranilər üçün sayılmır. Lap sayısa belə bu oxşarlıq olur. Çünki Arşakilər sülaləsi dövründə bu var idi. Nəzərə alsaq ki, belə deyim də, Arşakilər sülaləsi 1-ci əsrdən 510-a qədərdir. Əslində bu heç Arşakilər sülaləsinə getməyəcək. Yəni ilk dəfə. Çünki bunu eləyən şəxs Xosrov Ənuşiravandır. 531-579-cu illərdə hakimiyyətdə olub.